Salam, hər vaxtınız xeyir olsun. Mən Səidə müəllimə. Bu gün sizinlə 5-ci sinifdən təbiət dərsinin 1-ci hissəsində 2-ci bölmə, yəni canlıların müxtəlifliyi mövzusunun izahını verəcəm. Daha sonra isə Rüstəm Əkbərovun təbiət dərsliyindən, yəni daha doğrusu təbiət sinif kitabçasından suallarına baxacağıq. Birinci başlayaq canlıları necə təsnif edirik? Uşaqlar burada ilk, yəni bunlar haqqında məlumatı daha sonralarki siniflərdə, yəni 7-də, 8-də daha yaxşı, yəni məlumatlarını asacağız. Burada sadəcə olaraq 5-ci sinifdə ki, ilk başlıqlardan danışırıq. Canlıları necə təsnif edirik? Təsnifləşdirmə dediyimiz zaman nələr nəzərdə tutulur? Yəni məsələn, bir yerə gedirsiniz və orada müəyyən fən kitabları vardır və fən kitabları eyni sırada düzülür. Məsələn, Azərbaycan dilinə aid olan kitablar bir sıradadır, riyaziyyata aid olanlar kitablar bir sıradadır. Yəni nədir? Qruplaşdırılıb. Təsnifləşdirmə dediyimiz zaman da bu nəzərdə tutulur. Yəni biz dediyimiz kimi canlıları qruplaşdırmaq, canlıları eyni müəyyən xüsusiyyətlərinə görə eyni olanları qruplaşdırmaq. Biz bunu təsnifləşdirmək adlandırırıq. Daha sonra isə sistematika elmi haqqında məlumat verəcəm sizə. Sistematikada təsnifləşdirməyə aiddir və biz burada canlıların 4 dənə aləmə bölürük. Bitkilər, heyvanlar, göbələklər və bakteriyalar. Yəni canlılar bölünür 4 dənə aləmə: bitki, heyvan, göbələk və bakteriya və burada bütün canlıların bir-iki müəyyən xüsusiyyətləri vardır və bu xüsusiyyətlərinə əsaslanaraq biz bunların hamısını bir aləmə, yəni canlılar aləminə bölmüşük. Hansı xüsusiyyətlərinə görə? Qidalandıqlarına görə, tənəffüs elədiklərinə görə, daha sonra maddələr mübadiləsi prosesi getdiklərinə görə, hərəkət elədiklərinə görə, yəni bütün canlılar nə edir sualına? Qidalanır, tənəffüs edir, çoxalır, böyüyür, inkişaf edir. İstər bitki, istər heyvan, istər göbələk, istərsə də bakteriya bütün bu xüsusiyyətləri yerinə yetirdikləri üçün hamısını eyni bir aləmə, yəni canlılara aid eləyirik. Və burada bizim Karl Linnej alimlə söhbət açılır. Karl Linnej ilk dəfə təsnifat, yəni ilk elmi təsnifatı gətirmişdir elmə və o canlıları oxşar xüsusiyyətlərinə görə qruplaşdırmışdır. Yəni eyni xüsusiyyətləri daşıyanları bir qrupa bölmüşdür. Və biz burada deməli nədən danışacağıq? Canlılardan, yəni birinci olaraq heyvanlardan danışacağıq. Heyvanlar necə qruplaşdırırıq? Heyvanlar iki cür qruplaşdırılır: onurğalı heyvanlar və onurğasız heyvanlar. Onurğalı heyvanlarımız hansılardır? Gəlin bir dənə mən deməli lövhə açım, lövhənin üzərində başlayaq izahımızı verməyə. Deməli, bunlar hansılardır? Biz deyirik ki, onurğalı heyvanlara aiddir. Balıqlar, suda qurda yaşayanların başqa adı amfibilərdir. Sonra sürünənlər, quşlar və məməlilər. Bunların hər biri onurğalı heyvanlardır. Balıq, suda qurda yaşayan, yəni amfibi, sürünən, quş, məməli. Və hər birinin özünün müəyyən xüsusiyyətləri vardır. Məsələn, balıqların birinci xüsusiyyətlərinə baxdığımız zaman, balıqların xüsusiyyətləri nələrdir? Gəlin hər biri haqqında məlumat verək. Balıqlar. Balıqlarda şəkildə də diqqət yetirsək, baxın burada şəklə də diqqət yetirdiyimiz zaman balıqlarda nə var? Balıqların bədənin üzəri pulcuqlarla örtülüb. Ona görə bunu qeyd edə bilərik. Deməli, birinci nədir? Bədəni pulcuqlarla örtülüb. Daha sonra ikinci xüsusiyyət nədir? Hərəkətə xidmət eləyən nələri var? Üzgəcləri var. Gördüyünüz kimi hər birinin üzgəcləri var. Üzgəcləri vasitəsilə hərəkət eləyir. Deməli, hərəkəti üzgəclər vasitəsilədir. Üzgəclərlədir. Daha sonra tənəffüs sistemi qəlsəmələrlədir. Qəlsəmə ilə tənəffüs edir. Çoxalması əsasən kür töhmə ilə çoxalır. Burada gördüyünüz kimi ikisər nümayəndələr kür töhmə ilə çoxalır, amma bəzi balıqlar vardır ki, məsələn akuladır, skatdır, köpək balığıdır. Bunlar diri bala doğurlar. Biz ona görə deyirik ki, əksərən, yəni hər biri yox, əksəriyyəti deyirik ki, kür töhmə ilə çoxalır. Kürü tökməklə.
çoxalır. Daha sonra balıqlar soyuqqanlı canlılardır. Soyuqqanlı nə deməkdir? Məsələn, biz özümüzdən misal göstərim. Məsələn, havanın temperaturu isindikdə və yaxud soyuduqda, yəni istər qış aylarında, istər yay aylarında bizim bədən temperaturumuz dəyişmir, sabit qalır. Çünki biz isti qanlıyıq. Havanın temperaturunun dəyişilməsi bizə təsir etmir. Amma soyuqqanlı canlılarda elə deyil. Soyuqqanlı canlılarda havanın temperaturu dəyişməsi onlara təsir göstərir. Yəni havanın temperaturu soyuyanda onlar gizlənməyə yer axtarırlar, havanın temperaturu isindiyi zaman onlar aktivləşirlər. Yəni soyuqqanlı budur. Soyuqqanlıda bədənlərinin temperaturu ətraf mühitin temperaturundan asılıdır, amma isti qanlılarda, yəni quşlarda və yaxud məməlilərdə bədən temperaturu ətraf mühitin temperaturundan asılı deyil. Çünki məməlilər və quşlar isti qanlıdır. Bu quşları da misal göstərə bilərik. Quşların bədən temperaturu 42 dərəcədir, 42 Selsidir. Quşlar bir yerdən başqa yerə köçdüklərində belə o bədən temperaturu olduğu yerdə qalır. Yəni nə artır, nə azalır. İnsanda da həmçinin. İnsanın bədən temperaturu 36,5, 36,6 Selsidir. Yəni 36,6 dərəcədir. İstər hava isti olsun, istər hava soyuq olsun, canlıların, yəni insanların da bədən temperaturu olduğu kimi qalır. Ona görə biz deyirik ki, quşlar və məməlilər isti qanlı canlılardır. Daha sonra balıqlardan sonra keçirəm suda qurda yaşayanlara. Suda qurda yaşayanlar başqa da amfibilər. Amfibilərin bədənin üzəri çılpaqdır, yəni üzərində pulcuq və başqa bir törəmə yoxdur. Nəm dəridir, yəni dərilərin üzəri nəmdir. Xüsusi bir maddə vardır və o onları yumşaq eləyir. Sonra bunlar ağciyərlərlə tənəffüs edir və həmçinin dəri ilə tənəffüs edir. Əksər nümayəndələri amma deyirik ki, bunlara dəri tənəffüsü daha çoxdur. Yəni ağciyər tənəffüsü ilə dəri tənəffüsü olsa da əksəri, yəni yaxşı inkişaf eləmiş tənəffüsü dəri tənəffüsüdür bunlarda. Bunlar da balıqlarda olduğu kimi soyuqqanlı canlılardır, isti qanlı deyil. Kür töhməklə çoxalırlar və bunlar kürləri xüsusi bir yapışqanlı maddə ilə əhatə olunmuşdur, su keçirməzdirlər. Daha sonra gəlirəm sürünənlərə. Baxın, sürünənlərin bədənin üzəri pulcuqlarla örtülüdür. Sadəcə sürünənin pulcuğu ilə balığın pulcuğu arasında fərq var. Baxın, balığın pulcuğunun üzəri xüsusi bir seliklə örtüldüyü üçün balığa biz toxunduğumuz zaman əlimizdən sürüşür. Amma sürünənlərdə bu belə deyil. Sürünənlərin pulcuqları qurudur və su keçirməyəndir. Yəni qurudur. Amma hər ikisində də yəni bədənin üzəri pulcuqlarla örtülüdür. Sonra sürünənlərdə ağciyər vasitəsilə tənəffüs edirlər. Bəzi nümayəndələri biz deyirik ki, diri bala doğur, amma əksəriyyəti yumurta qoymaqla çoxalırlar. Soyuqqanlı canlılardır, bədən temperaturları sabit olmur. Sonra gəlirəm quşlara. Quşların xüsusiyyətləri nələrdir? Quşların birinci xüsusiyyəti odur ki, bunlarda bədənlərində sümüklərin içərisi boş olur. Sümükləri boşdur. Sümüklərin boş olmasının səbəbi onlarda bədənin yüngül olması və havada rahat şəkildə uçmasını təmin edir. Dişləri yoxdur, amma dimdikləri var. Yumurta qoymaqla çoxalır. Bunların heç bir nümayəndəsində diri bala doğma yoxdur. Hamısı yumurta qoymaqla çoxalırlar. Qanadları vardır, amma uça bilməyən quşlar vardır. Uça bilməyən quşlar pingvin və dəvə quşudur. Pingvin və dəvə quşu uça bilmir. Pingvin uça bilməsə də yaxşı üzür, dəvə quşu uça bilməsə də yaxşı qaçır. Daha sonra bədənlərin üzəri lələklərlə örtülü olması həm onların istiliyin sabit saxlanmasını təmin edir, həmçinin də havada uçmasını rahatlaşdırır. Daha sonra gəlirik məməlilərə. Məməlilərin xarakterik xüsusiyyətləri nədir? Bədənin üzəri tük və ya xəzlə örtülür. Əsas xarakterik xüsusiyyəti balasını südlə bəsləyir. Yəni məməlilər balla südlə bəsləyirlər, diri bala doğmaqla çoxalırlar əsasən. Sadəcə iç məməlilər biz deyirik ki, yumurta qoymaqla çoxalır. Bunlara ördək burun və yexidna. Bunlar aiddir ki, o ikisi diri bala doğmaqla çoxalır. Qalan hər biri isə deməli, daha doğrusu ördək burun və yexidna yumurta qoymaqla çoxalır. Qalan hər biri isə diri bala doğmaqla çoxalır. Daha sonra həm quruda, həm suda yaşayan nümayəndələri var. Balina suda yaşasa da
Deməli deyirik ki, ağciyərlər vasitəsilə tənəffüs edir. Həmçinin delfin də belədir. İkisi də suda yaşayır, yəni məməlidir və ağciyərlərlə tənəffüs edir. Həmçinin quruda yaşayan nümayəndələri də vardır. Bu olur bizim onurğalı heyvanlarımız. İndi keçək onurğasız heyvanlara. Onurğasız heyvanlardan əslində qaldığımız zaman onurğasız heyvanlar çoxdur. Sadəcə təbiət dərsində hələ ki azını biz keçirik. Bunlara həşəratı, hörümçək, virusları aid edirik onurğasız heyvanlara. Bircən həşərat, hörümçək, ilbizdən danışaq. Həşəratlardan danışdığımız zaman həşəratların bədənin üzəri 3 dənə hissədən ibarətdir. Baş, döş və qarıncıq hissə. Baş hissəsində bığıcıqlar olur və göz olur. Yəni bir cüt gözdə olan da var, yəni mürəkkəb gözdə olan var, sadə göz olanı da var. Müxtəlifdir. Yəni baş hissəsində amma əsasən deyirik göz olur və bığıcıqlar olur. Döş hissəsinə gəldiyimiz zaman döş hissəsində və deyirik ki, bunlarda deməli 20 ayaqları vardır. 3 cüt, 6 ədəd 20 ayaqları vardır və qanadları vardır. Qanadları bir cüt də ola bilər, 2 cüt də ola bilər. Ümumiyyətlə qanadsız nümayəndələr də var. Qanadsız nümayəndələrinə biz it, birə, taxtabiti, bu üçünü misal göstərə bilərik. Bunlarda deyirik ki, qanad olmur. Yumurta qoymaqla çoxalırlar. Yumuşaq bədənləri xaricdən sərt örtüklə qorunur ki, o da onların bədəninə müəyyən bir forma vermiş olur. Daha sonra gəlirəm hörümçək kimlərə. Hörümçək kimlərə nələr aiddir? Hörümçək, əqrəb, böv, hörümçəklərə aiddir. Cənəm, hörümçəklərə aiddir uşaqlar. Və hörümçək kimlərin xüsusiyyətləri nələrdir? Bunlarda deməli 8 ayaq olur. 8 ayaq olur. 8 dənə gözü olur. Biz həşəratlarda bığcıq desəydik, hörümçəklərdə bığcıq yoxdur. Bığcıq yoxdur. Hörümçəklərin deməli 8 ayağı var, 8 dənə gözü var, bığcığı yoxdur. Yəni bu yalnız hörümçəyə aiddir. Əqrəblərdə isə bunlarda axırıncı gördüyünüz bu hissə neşterə çevrilib. Bövlər və gənələr vardır. Gəlirəm sonra mollusklara. Molluskların 3 dənə deməli nümayəndələri var, yəni 3 dənə sinfi var. Hər biri haqqında növbəti siz siniflərdə öyrənəcəksiniz daha ətraflı. Sadəcə indi biz daha sadə olaraq öyrənirik. Mollusklara aiddir ilbiz, kalmar və anadonta. Bunlar deməli suya həyat tərzi keçirirlər. Bədən üzəri çanaqlarla örtülüdür. Bir dənə çanaqla örtülüdür, mantik qatı vardır bunlarda. Bir dənə kalmarda deyirik ki, bunlarda çanaq olmur. Qalan ilbizdə də gördüyünüz kimi anadontada da çanaq olur. Və anadontanın başı yoxdur. Baş isə olmadığı üçün gördüyünüz kimi bədənin çanağın içərisindədir. İlbizin isə başı vardır. Gördüyünüz kimi gövdəsi vardır və ayağı vardır. İlbiz və anadonta passiv həyat tərzi keçirir. Yəni suda biz onlar üzərək və yaxud da sürünərək hərəkət edir. Yəni daha doğrusu sürünərək su axını istiqamətində hərəkət edir. Amma kalmar isə aktiv həyat tərzi keçirir. Gördüyünüz kimi qolcuqları vardır. Qolcuqları ilə suyu püskürdərək hərəkət etmiş olurlar. İndi bunların arasında, yəni mollusklardır, buğmayaqlılardır, yəni xərçəng, hörümçək, bunların arasında ən çox növ sayı olan canlılar buğmayaqlılardır. Çünki buğmayaqların içərisində həşəratlar da daxildir. Yəni buğmayaqlara xərçəng, hörümçək və həşəratlar aiddir. Həşəratlar yer kürəsinin hər yerində geniş yayıldığı üçün, yəni istər havada, istər suda, istər quruda yayıldığı üçün biz deyirik ki, ən böyük qrupudur. Yer kürəsində yaranan canlıların ən böyük qrupudur buğmayaqlılar. Daha sonra gəlirik, indi biz heyvanlarla qurtardıq, keçirik bitkilərə. Bitkilər necə təsnif edirik? Bitkilər təsnif olunur çiçəkçi bitkilər və çiçəksiz bitkilər. Çiçəkçi bitkilər ömründə bir dəfə də olsa çiçək açan bitkilərə biz deyirik. Yəni həyatında bir dəfə belə olsa çiçək açırsa, o çiçəkçi bitkidir artıq. Biz çiçəkçi bitkiləri, ətrafımızda gördüyünüz əksər bitkilər bilirik ki, çiçəkçi bitkilərdir. Buna məsələn şaftalı, xara bülbül, tülpan ağacını göstərə bilər. Amma bitkilərin əksəriyyəti çiçəkçi bitkilərdir. Çiçəksiz bitkilər isə bunların növləri var. Biz bunlara iynəyarpaqlı bitkilər də aid edə bilərik. Məsələn, şam ağacı, küknar, qaraşam, sərv, ardıc, tuya kimi ağacları misal göstərə bilərik. Mamır, qıcı, bunların hər biri isə nədir? Çiçəksiz bitkilərdir.
Bu nə idi? Çiçək açmasına görədir və biz daha sonra deyirik toxum əmələ gətirməsinə görə. Toxum əmələ gətirməsinə görə toxumlu bitkiləri var və toxumsuz bitkiləri var. Toxumlu bitkilərə biz iynəyarpaqlılar, yəni biz bunlar başqa cür növbəti dərslərdə biləcəksiniz, çılpaq toxumlar da deyirik. Növbəti sinifdə bunlar haqqında daha ətraflı məlumat alacaqsınız. Çılpaq toxumlar, başqa cür iynəyarpaqlılar və çiçəkçi bitkilər aiddir. Toxumsuz bitkilər isə mamır və qıja aiddir. Yəni toxum əmələ gətirməsinə görə toxumlu bitkilərə çiçəkçi bitkilər və iynəyarpaqlılar, toxumsuz isə mamır və qıjlar aiddir. Yaşayış şəraitinə görə quruda və suda yaşayırlar. Suda yaşayanlara məsələn su gülü, hidrilla, su zambağı, qızıl ağac, bunun misal göstərə bilərik. Kokos palmasını misal göstərə bilərik. Quru həyat tərzi keçirənlərə, quruda bitən bitkilər isə kaktus, ağcaqayın, lalə, bitkilərin əksəriyyəti quruda yaşayanlardır. Bununla da biz dərsimizi bitirdik. Burada ən sonda xülasə hissəsində ümumi canlılar qruplara bölünüb. Bitkilər, heyvanlar, göbələklər və bakteriyalar. Bitkilər və heyvanların qruplaşması haqqında danışdıq. Gələn dərslərdə çalışacağam bakteriya və göbələklər haqqında danışım ki, tam beynimizdə rahat şəkildə otursun. Heyvanlar da bölündü iki yerə, onurğalı və onurğasızlar. Onurğalılara balıq, suda, quruda yaşayan, sürünən quş məməli aiddir. Onurğasızlara buğumlu ayaqları olmayanlar, yəni mollyusklar və buğum ayaqlılar aiddir. Bununla da bizim deməli bölmə işimiz bitdi. İndi isə başlayırıq nəyə? Artıq Rüstəm Əkbərovun kitabındakı testlərin izahını verməyə. Başladıq. Deməli, Rüstəm Əkbərovun canlıların müxtəlifliyi mövzusunun izahına baxacağıq. Daha doğrusu Rüstəm Əkbərovun kitabından canlıların müxtəlifliyi mövzusunun testlərinə baxacağıq. Deyir, aşağıdakılardan hansı məməlilərin ümumi xüsusiyyətlərinə aid deyil? Deməli, məməlilərin ümumi xüsusiyyətləri nə oldu? Balasının südlə bəsləməsi, bədən dərisinin üzəri tüklü və yaxud xəzlə örtülməsi, daha sonra əsasən diri bala doğmaqla çoxalması, istisnaları qeyd elədim. Ördək burun və yexidna yumurta qoymaqla çoxalır. Qalan hamısı diri bala doğmaqla çoxalır. Baxaq, bədənləri tük və ya xəzlə örtülmüşdür. Bu düzdür. Əsasən diri bala doğmaqla çoxalır, bəli. Balasını südlə bəsləyir, bəli. Amma sərt qabığı olan yumurta qoymaqla çoxalır. Bu səhvdir. Çünki dediyim kimi, əsasən diri bala doğmaqla çoxalır. İkincidə, aşağıdakılardan hansı məməlilər sinfinə aid deyil? Baxıram, dəvəquşu quşdur. Timsah sürünəndir, ilan sürünəndir, yarasa bəli məməlidir. Sadəcə uçur, yəni uçan məməlilərdəndir. Necə ki, məsələn, balina, delfin üzür, yarasa da uçur, amma məməlidir. Balıqların ümumi xüsusiyyətlərinə aid deyil. Başların hər iki tərəfində suda tənəffüsü təmin edən qəlsəmələri var. Baxın, başların hər iki tərəfində, bəli, başların hər iki tərəfində sağ və sol tərəfdə qəlsəmələri vardır ki, onun vasitəsilə tənəffüs edir. Bu düzdür. Əksər balıqlar kür tökməklə çoxalır. Bəli. Əksər balıqlar diri bala doğmaqla çoxalır. Xeyr. Məsələn, köpək balığıdır, akula, skat, bunlar diri bala doğur. Amma çox az qismi. Əksəri kür tökməklə çoxalır. Ona görə C variantı səhvdir. 4-də aşağıdakı heyvanlardan hansıları diri bala doğmaqla çoxalır? Köpək balığı diri bala doğur, balina diri bala doğur, delfin diri bala doğur, yarasa diri bala doğur. Deməli 4-ü də nə edir? Diri bala doğmaqla çoxalır. 5-də balaları südlə qidalandıranları seçin. Yəni bizdən nəyi istəyir? Məməlini. Köpək balığı məməlidir, delfin məməlidir, balina məməlidir, yarasa məməlidir. Deməli, hər biri aiddir. Daha sonra, bir dəqiqə, köpək balığı məməli deyil, köpək balığı balıqdır. Ona görə 1 aid deyil, 2, 3, 4 cavab olacaq A variantı. 6-da nə üçün balina və delfin balıq hesab edilmir? Balıq hesab edilmir çünki məməlidir. Yəni balasını südlə bəsləyir, ağciyərlərlə tənəffüs edir, sonra diri bala doğur. Baxaq, ağciyərlə tənəffüs edir, bəli. Diri bala doğur, bəli. Balalarını südlə bəsləyir, bəli. Kür tökür, xeyr, kür tökmür. Qəlsəmə ilə tənəffüs edir, xeyr. 1, 2, 3 cavabımız olacaq A variantı.
7-də sürünənlərin ümumi xüsusiyyətlərinə aid deyil. Baxaq, sürünənlərdə soyuqqanlı canlılardır, bəli. Ağciyər vasitəsilə tənəffüs edir, bəli. Dəyişəkilli qabıqla örtülmüş yumurtalara qoymaqla çoxalırlar, tamamilə düzdür. Pulcuqları yoxdur, dəriləri nəmdir. Xeyr, pulcuqları var, bayaq da qeyd elədim. Sürünənlərin pulcuğu var, hətta qurudur və su keçirməzdir. Ona görə D variantı səhv. 8-də aşağıdakı heyvanlardan hansı sürünənlərə aid deyil? İlan sürünəndir, deməli, timsah sürünəndir, tısbağa sürünəndir, salamandra amfibidir. Triton, salamandra, qurbağa, bunların hər biri amfibidir. Yəni, suda quruda yaşayan. 9-da amfiblərin ümumi xüsusiyyətlərinə aid deyil. Pulcuqları yoxdur, dəriləri nəmlidir, düzdür. Onların bədən temperaturu ətraf mühitin temperaturundan asılıdır. Bəli, yəni soyuqqanlıdır, düzdür. Əksər amfiblər çür tökməklə çoxalırlar. Bəli, çür tökməklə çoxalır. Onlar həm ağciyər, həm qəlsəmələr. Xeyr, qəlsəmə yox, dəri ilə tənəffüs edirlər. Ona görə D variantı səhvdir. 10-cu sualda aşağıdakı heyvanlardan hansı amfibilərə aid deyil? Triton amfibidir, quru qurbağası amfibidir, göl qurbağası amfibidir, tısbağa amfibi deyil. Tısbağa sürünəndir. 11-də aşağıda quşlar və həşəratlar qruplarına aid olan bəzi ümumi və fərqli xüsusiyyətlər verilmişdir. Hansı bir xüsusiyyət uyğun heyvan qrupunun sahəsinə yerləşdirilməlidir? Ağciyərlərlə tənəffüs edir. Gəlin qeyd edeyim burada. 1, 2 və 3. Ağciyərlərlə tənəffüs edən təbii ki, quşlardır. Ona görə A variantı gələcək 1-ə. Qanadları var, ikisində qanadları var. Ona görə ortaqdır. Xarici skeleti var, həşəratın xarici skeleti var. Ona görə 3-ə C aid olacaq. Onurğası var, quşların onurğası var. Ona görə D aid olacaq. Yumurta qoyurlar, hər ikisi yumurta qoymaqla çoxalır. Buna görə deməli 2-yə aid olacaq. Deməli, aid oldu 11-də 1-ə A, D, 2-yə B, Y və 3-ə C. Daha sonra gəlirəm 12-də. Həşəratların ümumi xüsusiyyətlərinə aid deyil. Əksər həşəratların qanadları vardır. Qanadlar döş hissəsində olur, tamamilə düzdür. Yumşaq bədənlər xaricdən sərt örtüklə qorunur. Bu örtük onlara forma verir, bəli. Yumurta qoymaqla çoxalır, bəli. Bədənləri 2 əsas hissədən ibarətdir. 2 yox, 3 hissədən ibarətdir. Baş, döş və qarıncıq. Burada döşü verməyib. Ona görə səhvdir və cavabımız olacaq D variantı. 13-də aşağıdakı heyvanlardan hansı hörümçək-cimlərə aiddir? Kəpənək hörümçək-cimlərə aid deyil. Tarakan aid deyil. Əqrəb bəli aiddir. Ona görə olacaq C variantı. 14-də aşağıdakı heyvanlardan hansı mollyusklara aid deyil? İlbiz aiddir, kalmar aiddir, anodonta aiddir, tarakan isə aid deyil. Dinozavrlar çox qədim dövrlərdə yaşamış, yumurta ilə çoxalan və əsasən quru mühitində yaşayan canlı heyvanlar olmuşdur. Onların bədəni pulcuqlarla örtülü olmuşdur. Dinozavrlar hansı qrupa aiddir? Deməli, yumurta ilə çoxalır, quru mühitində yaşayıb, bədənləri pulcuqlarla örtülü olub. Bu nəyə göstərir? Bu onu göstərir ki, dinozavrlar sürünəndir. Buna görə cavabımız olacaq A variantı.